Mən Elçin Səfərliyəm. Mənim 35 yaşım var və mən kitablarla məşğulam. Kitab yazıram. Bilirsiniz nə maraqlıdır? Mənim həyatda bir neçə uğurlarım olub və sözsüz ki, normaldır ki, mən istəmişim ki, bu barədə mənə kimsə danışsın. Amma təəssüflər olsun ki, bu barədə heç kim danışmıyor. Son 2 ildə mənim kitablarım və mənim adım Forbes siyahısına salınıb. Kim bilmir nə siyahısıdır, Google-da verə bilərsiniz, oxuya bilərsiniz bu nə deməkdir. Ən uğurlu, ən çox satılan məhsullarmı, ən çox satılan insanlar. Yox, mən sevinirəm ki, özüm satılmamışam, amma kitablarım çox gözəl satılır. Və ona görə də Forbes həmin bu siyahıya mənim adımı da daxil edib və nə deyə bilərəm? Nəysə. Bilirsiniz, mənə nə məyus edir? Çünki mən bunu uğur da saymıram, açıq sizə deyim. Və bu barədə bütün qohumlarım danışır. Ayda Forbes-a düşmüsən, 200 manata borc verə bilərsən ayın axırına qədər. Amma mənim üçün bu uğur deyildi. Bütün mətbuat orqanları soruşurdu bu barədə ki, siz yeganə Azərbaycanlı yazıcısınız ki, Forbes-un siyahısına düşmüşsünüz. Amma mənim üçün bu önəmli də deyil. İndi özümü burada sadə göstərmək istəmirəm. Həqiqətən mənim üçün bu önəmli deyil. Mən sizə birinci dəfə Forbes-a düşəndə mənim komandam bu barədə mənə məlumat verdi. İnanırsınız, bu il 2009-cu ildə mən gəlmişəm demək, çox böyük bir tur idi. Yəni kitabın tanıtma turu idi, bəli, turnesi idi. Və həmin bu evə qayıdıram və açıram bir xəbər portalını. Azərbaycanın xəbər portalı. Baxım ki, Bakıda nə baş verir, oxuyum. Görüm orada Azərbaycan yazıcısı Forbes siyahısında və mənim şəklim. Yəni mən onlardan xəbər aldım. Heç bir şey bu mənim həyatımda dəyişməyib. Heç 1% təsiri də olmayıb. Heç uğur da saymıram. Nədir uğur sənə görə? Məqsəd nədir? Mənim uğurum, bilirsiniz nə demək? Mənim üçün uğur nə deməkdir? Mən özümə hörmət edəndə, təklikdə qalanda, ya düzgüyə baxanda, mən özümə baxanda, əgər məndə özümə qarşı hörmət hissi varsa, bu mənim üçün ən böyük uğurdur. Qalanın hamısı boş söhbətlərdir. Əvvəllər mən Azərbaycanda, Bakıda çox tanınırdım. Bu məhz rus dilində kitablarım çox tanınırdı. Sonra müəyyən bir ara verdim. Hardasa bir 6 ilə qədər mən Azərbaycanda heç çıxışım da olmayıb. Nə telekanallarda, yəni nə belə kitab imza günləri keçirilib, heç nə keçirilib. Yəni 6 il mən Azərbaycanda ümumiyyətlə normal olmamışam. Və sonra təklif gəldi və bu kitablarım Azərbaycan dilinə tərcümə olunsun deyə və tərcümə olundu. Bilirsiniz, maraqlı odur ki, və 2 ay bundan öncə mənim Bakıda imza günüm keçirildi. İnanırsınız, əvvəllər bu 7 il öncə gəldiyim insanlar, onlar yox idi. Üzdən xatırlayıram hamısını. Tamam fərqli bir auditoriyaya gəlmişdi. Azərbaycan dilində mənim fikirlərimlə tanış olan insanlar gəlmişdi. Məhz Azərbaycan dilində. Və mənə çox xoş olurdu bu. Bilirsiniz niyə görə xoş olurdu? Bu mənə cəmiyyət baxımından bir işıq yeri gördüm. Bilirsiniz? Mənim bu böyük bir göstəricidir. Əgər cəmiyyətdə kitab alırlarsa, nə qədər fərqli deyil, önəmli deyil nə qədər maaş alırsan. Olsun 250 manat. Əgər sən bu 250 manatdan 7 manat 50 qəpiyi kitaba ayırırsansa, cəmi bir dənə kitaba ayda bir dəfə. Bu artıq sən barədə böyük bir məlumat verir. Mən rus dilində oxumuşam məktəbdə. Uşaq bağçasında rusca danışmışıq. Sonra məktəbdə də rusca oxumuşam və universiteti də rusca bitirmişəm və 12 ildə rus nəşriyyatında işləyirəm. Nənəm rus olub, ata tərəfdə. Çox sevdiyim dildir. Həm də soruşacaqsınız ki, biz Azərbaycan dilində necə danışıram? Danışıram. Azərbaycan dili də sevdiyim dildir. Mən üçün fərqlidirlər də bunları, müqayisə etmək lazım deyil heç nəyə və nə dilləri, nə adamları, nə durumları.
Tənqidə heç cürə yanaşmıram. Bu mənim üçün əvvəllər çox məsəl deyim, çox mənə toxunurdu. Bilirsiniz, ələxüsus harda? O qədər məni Bakıda rus dilli cəmiyyət var. Bu Facebookda 5000 nəfər olan və illüziyada yaşayan ki, biz bütün Azərbaycanlıyıq. Xeyr. Bu təkcə onların illüziyadır. Bu rus dilli çevrə əməlli başlı məni söyürdülər, şəxsiyyətə toxunmaq, kitabları belə, özü belə. Çoxları da mənə deyir ki, paxıllıqdandır, amma mən heç vaxt bu barədə də düşünməmişəm. Niyə paxıllıq etmək lazım? Məndə məsəl üçün heç vaxt paxıllıq hissi olmayıb heç kimə. Mən elə hesab edirəm ki, insana Tanrı tərəfindən o qədər şanslar verilib ki, istəyirsənsə bu işlə məşğul olmaq, məşğul ol, püxtələş o işdə. Problem deyil də. Niyə görə Завидуют чему? Везению ki bununki getirib, xeyr. O vizeniya söhbəti deyil. O yalnız istəyin və əməyin söhbətidir. Və sözümün canı oydu ki, çox Bakıda o qədər məni tənqid ediblər ki, dünyanın heç bir ölkəsində mən o qədər tənqid atəşi görməmişəm. Bu rus dilli çevrə. İndi nəsə sakitləşiblər, artıq maraqlı deyiləm, hədəfləri deyiləm. Amma bir dənə jurnalist dostumdur mənə deyib ki, Elçin, sən nə adın neyi yazanda mən həmçinin sən barədə yazıb ki, anında gəlirlər, başlayırlar səni söz atmaq. Maraqlıyam da, fərqliyəm də ona görə, bəlkə ona görə də. Güya bunlar intellektualdır, biz intellektual deyilik. Deyəcəklər, bu nə protivni oğlandır, özündən razı. Kitabların məzmunu İstanbulla bağlıdır. Bəli. İstanbulu çox sevirəm dediyim kimi. Ona görə də kitabların məzmunu İstanbulla bağlıdır. Tək İstanbulla deyil. 12 dənə kitab yazmışam və onlardan 5-i İstanbul barədədir. Qalanı da həm fərqli ölkələr barədədir. Həmçinin doğulduğum Abşeron yarımadasından bəhs edirəm. Bu Mənə dənizdən danış kitabımda. Abşeron mövzusu, tam Azərbaycan mədəniyyəti, Abşeron mövzusu bu barədə də kitab yazmışam. Amma heç vaxt bilirsiniz bunu ki, mən Azərbaycanlıyam və Azərbaycan barədə yazmalıyam? Yox, onun üçün yazmamışam. Çünki bu torpağı çox sevirəm və bir cür təşəkkürümdür bu torpağa. Благодарность этой земле. Bu qədər. Ən çox hansı ölkədə oxunursan? Neyi oxuyuram? Oxunursan. Ən çox mən Rusiyada, Qazaxstanda, Ukraynada, Gürcüstanda oxumurlar, Ermənistanda oxuyurlar, Azərbaycanda oxuyurlar. Demək olar ki, SSR-in bütün şəhərlərində, ölkələrində, keçmiş SSR-in bütün şəhərlərində mən oxunuram. Nəsə Gürcüstanda çox azdır, Tiflisdə. Bəlkə bu rus dili ilə bağlıdır. Rus dili orada çox açıqlanmayıb deyənə hal-hazırda bu durumlarla bağlı satışlar orada çox aşağıdır. Qalan bütün ölkələrdə oxunur. Я написал письмо Сабаевский icra başçısı. Вот такой дастан на азербайджанском языке. Я написал, что это такое? Я говорю, вы вообще здесь Узер Гаджибеков жил, да? Здесь жили такие şəxsiyyətlər yaşayıb ki, bu nə gündədir bunun həyəti? Siz bizim tarixdən danışırsınız. Əgər burada Üzeyir Həcbeyli yaşayıbsa, son mənzilindən buradan yola salınıbsa, heç olmasa bir həyətə bir hörmət eləyin, bir baxın. Sözsüz ki, tək icra hakimiyyəti bunu eləməməlidir. İnsanların özündən də çox şey asılıdır. Amma müəyyən bir şeylər var ki, icazəsiz mümkün deyil də onları eləmək. Bir həyətin iç tərəfinə badlaşdırmaq və s. Какие здесь люди жили? Bir öz tariximizə hörmət eləyək. Yaxşı, mənə hörmət eləmirsinizsə, ya bu burada yaşayan, indi hal-hazırda yaşayan insanlara hörmət eləmirsiniz, heç olmasa tarixə hörmət eləyin də, öz tarixinizə. Bəzi qonşular deyirlər ki, fikirləşirlər ki, bu deputat olmaq istəyir. Yox, bu sevgidən irəli gələ bilməz bu. Mütləq deputat olmaq lazımdır.
mütləq hansısa bir maddi tərəf olmalıdır. Mən bu şəhəri sevirəm, mən bu torpağı sevirəm, mən bunun irsini sevirəm də, наследие этого города, людей, которые тут творили. Обязательно deputat olmalıyım. Xeyr, deputat olmayacağam heç vaxt. İndidən deyirəm, olsam bu yazını görsədərsiniz, olmayacağam. Dövlət vəzifəsində. O başqa söhbətdir, deputat yox. Əgər mən xeyirli ola bilərəmsə, üstündə hamısı belə söhbətə başlayır. Xeyirli ola biləcəm mən. Вот посмотри, отсюда свет хороший, Azad. Sözsüz ki, gənc yazarlar nə etməlidir? İlk növbədə yazmalıdırlar. Davam etmək lazımdır yazmağa. Nə baş verirsə versin. İkincisi, çoxlu kitab oxumağa. Üçüncüsü, həftədə ən azı 2 dəfə teatra getmək. Bilirsiniz, əslində fərqi də yoxdur. Pis teatrdır, yaxşı teatr. Bu zövq söhbətidir ilk növbədə. Amma o teatrın abu havası var ha. Onu ilə təmasda olmaq lazımdır. Teatr mütləq. Və insanların, toplumun içində olmaq lazımdır mütləq. Mən niyə görə tez-tez də deyirəm bu mərkəzi küçələrdə, mərkəzi tək mərkəzi deyil. Xoşlayıram da dolaşmağı, gezməyi, şəhəri. Tək şəhəri yox. Hansı getdiyim yerlərdə olsun, kənd olsun, qəsəbə olsun. Çünki insanları görürsən də canlı obrazlardır. Ən gözəl rejissor kimdir? Həyatın özüdür. Ən gözəl, ən istedadlı rejissor kimdir? Həyatı görən və onu hansı bir lentə salan, əsərin içinə salan. Biz nəyə qiymətləndiririk hansısa bir əsərdə? Deyirik ki, bu elə bir həyatdadır. Həyatda belə baş verib. Həyata çox yaxın olmalıyıq da. Mənə elə gəlir ki, bu qədər. Və bu lövhəni deyirdim mən.